Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin və ali Muhammed. İmam Ali aleyhisselam belə buyurmuşdur. Ağlınıza güvənməyin. Çünki ağlına güvənən şəxs səhv edər. Salamlayırıq əziz, dəyərli izləyiciləri. Allahın izni ilə şəriət dərslərimiz davam edir. Bilirsiniz ki, mübarək Şaban ayındayıq və bu ayın əvvəli də, ortası da Mövlud və bayram həftələridir. Və bu günlər münasibəti ilə və qarşıdan gələn Nimi Şaban, yəni İmam Zaman ağanın Mövlud günü münasibəti ilə sizləri təbrik edirəm. Allahın izni ilə keçirik bugünkü dərsimizə. Bugünkü dərsimizin mövzusu namazda bədəni örtməkdir. Kişilər namazda bədəninin övrət hissələrini, yəni ayıb yerlərini, ön və arxa hissələrini örtməsi vacibdir. Bu vacib miqdardır. Bəyənilən miqdar odur ki, kişi göbəkdən dizə qədər bədənini örtsün. Alimlər buyurur ki, daha kamili, daha gözəli isə budur ki, insan möhtərəm bir kəsin qarşısına çıxdığı zaman necə geyinirsə, həmçinin Allahın da huzuruna getdiyi zaman ən gözəl paltarından istifadə etsin. Qadınlar isə namaz halında bütün bədənlərini, baş hissəni və hətta saçın tüklərini də örtmələri vacibdir. Lakin vacib olmayan hissələr biləkdən barmaqlar, üz hissəsi və ayaqlardan topuğa qədər olan hissələrdir ki, bu hissələri örtmək vacib sayılmaz. Lakin alimlər qeyd eləyir ki, siz biləyə qədər örtülməsinin və yaxud üz hissəsinin tam tutulması, ayağın topuğa qədər tam örtülməsinə yəqin olasınız deyə birazca artıq örtün. İnsan ehtiyat namazı və yaxud da yaddan çıxmış təşəhhüd və səcdənin qəzasını etdiyi zaman da namazda örtündüyü kimi olmalıdır. Həmçinin ehtiyata əsasən səcdə-i səhv edən və vacib Quran səcdəsini etdiyi zaman da örtünməyə riayət etməsi yaxşıdır. Əgər insan bilərəkdən və yaxud da səhlənkarlıq üzündən, bilməyərəkdən namazda övrət hissələrini örtməsə, namazı batil olur. Əgər şəxs namaz halında övrətinin açıq olduğunu anlasa, onu dərhal örtməlidir və bu şəkildə namazını tamamladıqdan sonra onu yenidən qılmalıdır. Amma övrətinin namaz vaxtı açıq olduğunu qılıb qurtardıqdan sonra başa düşsə, namazı doğrudur. Həmçinin namaz əsnasında da əvvəlcə övrətin açıq olduğu, lakin indiki halda qapalı olduğunu öyrənsə, yenə də namazı doğrudur. Əgər paltar İnsan ayaq üstə dayandığı zaman onu örtür, lakin rüku və səcdə halına endiyi zaman örtmürsə, gərək insan o rüku və səcdə halında başqa bir şeylə örtünsün. Lakin alimlər tövsiyə eləyir, yaxşı olar ki, bu paltar ilə namaz qılmasınlar. Yaxşı olar ki, insan örtünməyə bir şey tapmadığı zaman otdan, ələfdən və yaxud da yarpaqlardan istifadə etsin. Lakin namazda örtünməyə ümumiyyətlə bir şey tapmasa, namazın axır vaxtında bilsə ki, əlində belə bir əşya olacaq ki, örtünə bilər, onda yaxşısı budur ki, o namazın axır vaxtını gözləsin və təxirə salacağı vaxt belə tapmasa, öz vəzifəsinə əməl edərək namazını qılmalıdır. Yəni, onu heç bir kəs görməyəcəyi halda ayaq üstə namazını qılacaq və əlləri ilə həmin o eyib yerlərini örtəcək, rüku və səcdələri isə işarə verərək edəcək. Yaxşını pisdən ayıran bir kəs onu görəcəyi ehtimalı varsa, onda oturaq halda namaz qılacaq və eyni şəkildə yenə rüku və səcdələri işarə ilə edəcək. Bugünkü dərsimiz burada yekunlaşır. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.